Dostuğa hürmət saxla, nanın əməkinə hürmət saxla, qatır hürmətindən geçmə dostluğun rahatsızlığıyla sındırma. Adamdır da o cavanlığında birdən xanımdır, ağa ilə, ağadır xanımla, qoru qərarlaşırlar. Ki ağa biz səni alacaq, o da deyir biz sənə gəl. Bir müddət dostdular, yoldaşdılar, 5 il, 10 il, 6 il, bu cür biləxərə ömürlərin soğurlar. Vırır ağa bu birdən tənavi eşqi qırıldı da, ağa cür olmadı, ona ayrı xastıqar gəldi, getdi, bu da bir cür oldu, ayrısın getdi aldı. Xəbər alırlar ağa, nə cür oldu? Ağa başlayır özündən bir şəhidi eşqi düzəldi. Tərəfdən də bir qatil eşqi, özün məzlum tarixi eşqi bilindirir. Baba mənə xiyanət elədi, Allah onun nəslin kəssin. Baba o bilmişsən ki neynədi? Deyən ağa təqdir bu idi, o hürmət şikənidir. Əgər vaqən hürmət saxlasın dostluğu var, deyərsən ağa təqdir buymuş, Allah istəmədi, olmadı. Allah onu da xoşbəxt eləsin, Allah onu da zindəcanlığında müvəffəq eləsin. Buyurur, hürmət saxlayaq. Əgər biz hürmət saxlamasaq, zindəcanlığımız həçələ düşər. Çebəsə izdivac eləyirik. İndi birim bəyənib da, dost xəbər alır, razı sən ya yo zindəcanlıq, çə ağalı, çə xanımlı. Kilayə ilə deyir, baba nə mən axı, nə başına söz gedir, nə mənə deyim bilmir, dədəmi yandırıb, sübdən axşama girdi ki verir mənə. Baba buyurur, qəşək hürmət saxla, ağa olsa, xanım desin mənim ağam sübdən axşama təlaş elər, zindəcanlığımızda namərdə möhtac olmayaq, fəaldır, zəhmət keçdi. Ağa olsa desin mənim xanımım mühəccəbədir, övdən eşiyə çıxmaz, mənim icazəm olmasa. Çox adamdır, çox insandır, hürmət saxlayaq, zindəcanlığımızda hürmət qail olaq. Qahi çox qabağa gəlir, birini önə gedirik. Day bir də başardığından qəzadan pişirib da, gətirib təşəkkür eləyirik, yedik, durduq. Qapıda fəqət yarım saat bir işə sözlərin üstündə vaxt alır. Güzəşt eləyin ha, zəhmət verdik, əlləz ağrımasın, çox xoşməzə idi, məmnun məhəbbətinizdən. Yaxşı, getdilər ödə bilir, gördün onu uşağından, zəhləm gedirdi onu. Baba bə sən, mının üzündə ayrı bir söz deysən axı, hürmət saxlağı, bu sənə bədbəxt sübdən axşama vaxtın qoyub, sənə bir qəza düzəldibdir. Denən ağ elə, varı odur, uşağı biraz şeytənəti çoxdur, neyniyəcə, ham uşaqlar şuluqdular. Gətir, o nə qəzasıydı, o pişirmişdi, düyünü xəmir eləyib, lülələ vır duvara, baba ye. Nə bilsin sənə vicə aşbaz görə gətirə, hürmət saxla zindəcanlığında. Hürmət. O bir nəfər yorğun çöldə gedirdi. Çox yorulmuşdu da biyabanda kardan düşmüşdü, gördü bir xeymə var. Özün getirdi o xeymiyə. Tərəfmini gördü, xeymədən çıxdı, yorğunsan, sudan, qəzadan, pəzirayı, mürəttəb ağa verdi bu ağa qonaq, yorğun qonaq, yedi dirildi. Baxdı xeymən qabağında, gördü bir də 0 kilometr at dayanıb, dedi, elə bunu atılım üstünə, qazın tutun, bu da qalsın burada. Atıldı atın üstünə, baxdı dalına, dedi, makerəfdi. Daldan çağırdı, dedi, ay mühtərəm, sən mənim atımı aparmadın ki, sən xatır hürmət apardın, sən kişiliyi apardın. Aman daha ayrı yerdə demə, ha mən bunu uğurlamışam. Mərdum nisbət bir-birinə nacavan mərd olarlar. Etimaddan düşərlər, besəlamət at apar. Amma sən bu at aparmağınla cəvanmətli kişiliyi apardın. Gedib ayrı yerdə demə mən bunu atını apardım. Bərain ki, mərdum bir-birinə bir etimad olarlar. Mərdum bir-birinə hürmət qail olmazlar. Aqahən, gərə hürmət saxlayasan da, o tərəf gəldi Loğman ədi həmin məhzərinə. Dedi ağa, üzümü yesin necədir? İşqalı yoxdur. Birdən deyir, su içsən necədir üzümün dalı ilə? Dedi, heç nə mənə. Dedi ağa, elə bunlar qarında qarışır bir-birinə da. Bən niyə deyirsiniz məşrubu içmək həramdır? O bu dili otudur. Su ilə üzümdür. Ha nə olar? Loğman dedi, lan deyərəm. Torpağı götdü. Səptımının başına, dedi ağrıdı bədənin, dedi yox, suyu götdü. Səptımının bədəninə, ağrıdı bədənin, dedi yox. Sonra suyu töhdü, torpaq oldu, palçıq, qoydu biraz günün qabağında, qurudu, oldu kəscək. Elə bunun kəlləsindən bir dənə qoyacaq, bu dığırrandı.
Ay öldüm. Dedi ağrıdı dedi. Ha dediler bunlar onun terkibidir. Ha görsene neynədi? Terkibi abocel edilir. Sunan topağıdır. Ammamının hürmetin saklamasın. Allah'ın kanunlarının hürmetin saklamasın. İş gedər ayrı yerlərdə bəndə. Adam giriftar olar. Çox giriftar olar. Hürmət saxlayaq. Hürmət şikəni eləməyək. Məhərrəmə məxsusən. Mah-ı məhərrəm, mah-ı əzai, seyyid-i şühədə. Qahələn görsən aşuradan sonra yarı zəbdin səsin verib yuxarıya. Çaldıra çaldıra budur gəlir. Baba nə yaxı nə olsun? Bundan nə mənə sən axı aid olur. Rəhmət cavansan, bemanət. Biz demirik sən əfsurd ol. Vəlillâqəl İmam-ı Hüseynə hürmət saxla. Saxla qoy abrun gedəndə onlar da sənə bir nəzər eləsinlər. İnnəl Hüseyn misbahul huda və səfinətun necah. İmam Hüseyn çıraq-ı hidayətdir. Səfinə və kəşliyə nəcatdır. Deyir İmam Hüseyin aparın evlərinizə. İmam Hüseyin qoy sizin evlərinizdə olsun. Zindecanlığın bu Əbi Abdillah versin. Bu günlərdə övəbi qərə pərçəm vır, qapıva bir pərçəm vır. Baba bilindir day sən İmam Hüseyinə əzadarsan. Danışığıyla, rəftarıyla, zindecanlığıyla. Necə olub İmam Hüseyin qalıb Hüseyniyələrdə, İmam Hüseyin qalıb məscidlərdə. İmam Hüseyin küçədədir ki, İmam Hüseyin deyir, məni aparın özə. Ay mərdim, məni qoymayın qalam Hüseyniyələrdə. Rəftarlarınız, alverləriniz, baxışlarınız qoyun Hüseyni olsun. Gərək bizim bu cələsələrimizdən şəhid hüccəcilər çıxa. Gərək şəhidləri ki, müdafiğini məzlum-i hərəmdilər. Ablan hürməti vardı, şəhiddirlər. Allah şəhidə buyurur, neçə imtiyazı var. Şəhidlər 70.000 nəfəri qiyamətdə özləri ilə eləyə bilərlər, şəfaət eləyib aparala behişdə. Şəhidə hürmət qail olmazsan, şəhidlərin oxu tamamı əksərinin vəsiyyətnamələrində gör nələr yazıbdı. Şəhid gördüm yazmışdı. Banvan-ı bədhicab bedanənd, ruzu qiyamət mən be tənhayi durub Allah məhzərində bunlardan şak olacaq. Deyəcəyəm Xudaya, bunlar əyak qoydular bizim qannamızın üstünə. Məmləkətdə məgər haram xorluq gərək madolla, gərək zəhad ruhiyyəsi mərdimdə pərvəriş verilinə. Gərək mərdim bırcələsələrdən şəhid hüccəcilər çıxa, şəhid həmədanilər çıxa, şəhədayı ki can verirlər din yolunda. Əlan düşmənin qabağında kimlər duracaqdı? Həmin cavanlar duracaq. Əgər Xuda nakərdə məmləkətə çəp baxablar, hamısı amadədir.